Salam Röya, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurguladığınız kimi hər dövrün ən aktual problemlərindən biridir məhz elə məişət zorakılığı həm qadınlara, həm də uşaqlara qarşı və elə məhz bu məqamla bağlı, bu problemlə bağlı illərdir ki, müxtəlif qurumlar qarşılıqlı əməkdaşlıq şəklində müxtəlif addımlar atırlar və elə indiki məqamda da Daxili İşlər Nazirliyi məhz elə qadınlara və uşaqlara zorakılıq halları ilə bağlı əhaliyə müraciət ünvanlayıb və müraciətin detallarına dediniz ki, nə qeyd olunub. Bununla bağlı informasiyanı hazırda qonağım Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfildən əldə edəcəyik. Xoş gördük. Buyurun, müraciətin detallarını sizdən eşidək. Hər vaxtınız xeyir. Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində mütəmadi olaraq aidiyyatı dövlət qurumları ilə birgə profilaktik tədbirlər həyata keçirilir. Məişət zorakılığına qarşı mübarizə təkcə hadisə baş verdikdən sonra ona müdaxilə etmək deyil, həm də profilaktik tədbirlərlə riskləri əvvəlcədən azaltmaqdır. İlk baxışdan bu kimi hallar şəxsi problem kimi görünsə də, əslində sağlam təməlli gələcək üçün ciddi təhlükədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər həm hüquqi, həm sosial, həm də maarifləndirici xarakter daşıyır. Zorakılığa məruz qalmış hər bir qadın gündəlik həyatında mütləq ki, el nə deyər, qonum-qonşu bilməsin, biraz döz düzələr, ailə içində belə şeylər olur kimi müxtəlif ifadələrlə rastlaşır. Əslində gender əsaslı zorakılıq bir qadının alın yazısı deyil. Bu cəmiyyətin təhlükəsizliyinə yönəlmiş hüquq pozuntusudur. Heç bir qadın döyülməyə, təhqir olunmağa, alçaldılmağa və qorxu içində yaşamağa məhkum deyil. Susmaq problemi həll etmir. Bunun davam etməsinə və daha da dərinləşməsinə şərait yaradır. Digər qurumlarla yanaşı Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi, e-polis mobil tətbiqində yer alan 102 SOS funksional xidməti, eləcə də sosial şəbəkə hesabları bu qəbildən olan cinayətlərin vaxtında qarşısının alınmasına, həmçinin zorakılıq etmiş şəxsin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin görülməsinə xidmət edir. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, zorakılıq təkcə bir qadının problemi deyil. Onun tanışının, qonşusunun, hadisəyə şahidlik edən hər bir vətəndaşın məsuliyyətidir. Buna görə də sağlam ailə dəyərlərini qorumaq və zorakılığa qarşı qəti mövqe nümayiş etdirmək üçün belə hallarla üzləşən yaxud rastlaşan hər kəsə dərhal aidiyyatı dövlət qurumlarına məlumat vermələri tövsiyə olunur. Təşəkkür edirəm ətraflı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, heç bir qadın şiddət görməyə, həyatı ilə bağlı təhdid almağa məhkum deyil, məcbur da deyil və elə bu baxımdan da Daxili İşlər Nazirliyinin ünvanladığı müraciətdə də qeyd olunur ki, həyatlarına qarşı hər hansı bir təhlükə hiss etdikləri anda mütləq şəkildə polisə müraciət etsinlər və təbii ki, qadınların bu cür məişət zorakılığına məruz qalması eyni zamanda sağlam ailə dəyərlərində pozulması deməkdir və bu baxımdan da qurumlar qarşılıqlı şəkildə mütəmadi olaraq birgə əməkdaşlıq edirlər. Çatdıra biləcəklərimiz bu qədər, söz yenidən sizdədir. Rəqsanə, minnətdarıq sənə ətraflı informasiyaların üçün. Qeyd edək ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Rəqsanə İbrahimzadə idi.